Kreml iddia eləyir ki, Rusiya prezidenti Vladimir Putin daim işləyir. O görüşlər keçirir, hesabatlar dinləyir, telefon danışıqlar aparır. Özü də Rusiyanın müxtəlif yerlərindən. Amma Putinin iş yeri həmişə göründüyü yer olmur. Sistem araşdırma qrupu müəyyən eləyib ki, Kreml Putinin əsl iş yerini gizlətmək üçün 3 eyni görünüşlü kabinetdən istifadə eləyir və bu kabinetlərdə çəkilmiş görüşləri Moskvadakı kimi təqdim eləyir. Bu kabinetlərdə masa, lampalar, divar kağızı, hər şey demək olar ki, eynidir. Lakin onların biri Moskva yaxınlığındadır, biri Soçidə, digəri isə Valdayda. Hər şey çox kiçik detalın fərqinə varmaqla başladı. Qapı dəstəyi. 2020-ci ilin oktyabrında Rusiya Dövlət Televiziyası çəkilişin güya Moskva yaxınlığında Nova Agaryovada yerləşən Putinin iqamətgahında aparıldığını iddia edən görüntülər yayımladı. Lakin sistema qrupu qəribə bir şeyə diqqət çəkdi. Videoda qapı dəstəyi arxasındakı divar xəttindən bir qədər yuxarıdaydı. Əslində isə Nova Agaryova kabinetində dəstək həmin xəttdən aşağıda yerləşir. Bu fərq videonun əslində 1500 km uzaqda, Putinin Soçidəki iqamətgahında çəkildiyini göstərmək üçün kifayət etdi. Kabinetlərin surətləri çox dəqiq hazırlanıb, amma tam eyni deyil. Termostatın yeri, masanın rəng tonu və ya sənəd qabındakı taxta naxışı kimi xırda detallar fərqləri aşkara çıxarır. Sızmış uçuş məlumatları da bunu təsdiqləyir. Sistema qrupu dövlət televiziyası işçilərinin və təhlükəsizlik əməkdaşlarının Kreml Putinin Moskvada olduğunu söylədiyi günlərdə əslində Soçi və ya Valdayda olduqlarını izləyib. Rusiya 2022-ci ildə Ukraynaya geniş miqyaslı hücumu başlayandan sonra Putin demək olar ki, nə Moskvada, nə də Soçidə görünüb. Görünür o paytaxtda uzun müddət qalmaqdan çəkinir. Bu vəziyyət təhlükəsizlik və ya hava hücumundan müdafiə ilə bağlıdır. Panser hava hücumundan müdafiə sistemlərini Kreml qüllələrinin üstünə qoymaq yaxşı görünməzdi. Elə buna görə də görünür ki, Putin indi vaxtının böyük hissəsini Valdayda keçirir. Orada həm dron hücumlarından, həm də ictimaiyyətin diqqətindən uzaqdır. Sistema qrupu bu araşdırma dərc olunmamışdan əvvəl Kremlin sözçüsü Dmitri Peskova suallar göndərərək onun da mövqeyini öyrənmək istəyib, lakin heç bir cavab almayıb.